Sabahdan icbari tibbi sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə planlı müayinə və müalicə üçün göndərişlərin verilməsi prosesi elektronlaşdırılır. Səhiyyə Nazirliyi və təbib tabeliyindəki müəssisələrdə tibbi xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaşa özəl tibb müəssisəsini seçmə imkanı verilir. Birinci növ YTəbib mobil təbib vasitəsilə daxil olaraq göndərişlər rejimini seçərək oradan tibb müəssisələrinin siyahısından tibbi xidmətlərin göstərilməsi üçün müəssisəni seçərək 10 iş gün ərzində xidmətin yararlanmaq üçün həmin tibb müəssisəsinə müraciət edir. İkinci növ vətəndaşa çap olunan göndəriş vərəqəsi üzərində qeyd olunan QR kodu skan edərək veb səhifəyə keçid alır. Üçüncü növ isə hansı ki YTəbib mobil tətbiq vasitəsi və QR-la istifadə edə bilməyən vətəndaşlar üçün həmin SMS vasitəsilə göndərilən qısa bir dəfəlik kodla müalicə müəssisəsinə bizim İTS Suqov saytından bizim müqavilə bağladığımız 152 tibb müəssisəsini seçərək birbaşa müraciət etməklə 13 gün ərzində xidmətlər zərfi çərçivəsində xidmətdən yararlana bilər.